Şagirdler, bugün statikanın əsasları mövzusunu keçəcəyik. Biz mexanikanın bölmələrini keçmişdik. Çalışaq İnci xanım sual-cavabda aktiv iştirak edək, deyən həyəcanlısınız. Mexanikanın 3 bölməsi var idi. Hansılar idi? Kinematika, dinamika, statika. Kinematikada hərəkət öyrənilirdi, onun səbəbi araşdırılmırdı. Dinamikada isə hərəkət və səbəb birlikdə öyrənilirdi. Statikada isə cisimlərin tarazlığı öyrənilir, yəni tarazlıq şərtləri və növləri. Deməli, uşaqlar, qüvvə mövzusunu keçəndə demişdik ki, qüvvənin təsiri 3 şeydən asılıdır. Qüvvənin tətbiq nöqtəsi, istiqaməti və ədədi qiyməti. Niyə həyəcanlanır? Deməli, cismə hansı qüvvələr təsir etsə və ya hansı nöqtəsinə təsir etsə cisim fırlanar, hansı nöqtəsinə təsir etdikdə fırlanar və irəliləmə hərəkəti verir, bunu müəyyən etməyə çalışır. Cismə bilirsiniz ki, ağırlıq qüvvəsi təsir edə bilir. Düzdürmü? Kütləsi olan hər bir cismə ağırlıq qüvvəsi təsir edir. Ağırlıq qüvvəsi hara tətbiq olunur? Cismin ağırlıq mərkəzinə tətbiq olunur. Əgər cisimlər düzgün formaya malikdirsə və bir cins maddədən təşkil olunursa və ya müxtəlif maddələrin qarışığından təşkil olunur, hər yerdə sıxlıq eynidirsə, kütlə mərkəzi ilə ağırlıq mərkəzi üst-üstə düşür. Aydın oldu? Şəkildə görürsünüz, dairə formasında olan cismə 4 dənə qüvvə təsir edir. F1, F2, F3 və F4 qüvvələri. F1 qüvvəsinin təsir xətti və ya uzantısı o nöqtəsindən, ağırlıq mərkəzindən keçmir. F2-ni uzatsaq, o nöqtəsindən keçir. F3-ü uzatsaq, o nöqtəsindən keçir təsir xətti. F4-ü uzatdıqda isə o nöqtəsindən keçmir. Deməli, cismə təsir edən qüvvələrin təsir xətti onun ağırlıq mərkəzindən və ya kütlə mərkəzindən keçirsə, həmin qüvvələr cismə irəliləmə hərəkəti verir uşaqlar. Deməli, hansı qüvvənin uzantısı o nöqtəsindən keçdi? F2 ilə F3-ün. Narahat olmayın, sual-cavabda iştirak edə bilərsiniz. Mən özüm üçün danışmıram da, yəqin ki. Deməli, F2 və F3 qüvvələrin uzantısı ağırlıq mərkəzindən keçdiyinə görə bu cisimlər necə hərəkət edir? İrəliləmə hərəkəti. Düzdür? F1 ilə F4-ün uzantısı isə kütlə mərkəzindən keçmədiyinə görə həmin qüvvələr cismə fırlanma hərəkəti verir. Uşaqlar, qüvvənin cismi fırlatması üçün qüvvə qolu anlayışını bilməmiz lazımdır. Görürsünüz ki, qapı və ya pəncərəni açıb bağlamaq gündəlik bizim ehtiyaclarımızdan biridir. Və fikir vermişsinizsə, qapının, pəncərənin dəstəyi pəncərəni və ya qapının fırlanma oxundan ən uzaqda yerləşdirilir. Çünki onun qolu nə qədər uzun olarsa, pəncərə və qapını açıb bağlamaq bir o qədər asan olur. Məsələn, böyük maşınlarda daha çox, avtomobillərdə və ya böyük maşınlarda maşınların təkərlərindəki boltu bərkitmək üçün də neynirlər? Onu açarla sıxırlar, vurmağa çalışırlar. Açarın qolu nə qədər uzun olsa, daha az qüvvə tətbiq etməklə onu bərkitmək olar. Deməli, ixtiyari formalı bir cisim götürmüşük, o nöqtəsi ətrafında fırlana bilir. Deməli, uşaqlar, fırlanma nöqtəsindən və ya fırlanma oxundan qüvvənin təsir xəttinə, qüvvənin təsir xətti deyəndə qüvvənin uzantısı nəzərdə tutulur. Hər tərəfi uzada bilərsiniz, yəni həmin ox boyunca. Aydın oldu? Fırlanma nöqtəsindən və ya fırlanma oxundan qüvvənin təsir xəttinə çəkilmiş ən qısa məsafə və ya perpendikulyarın uzunluğuna qüvvənin qolu deyilir. Qüvvənin qolu D və ya L hərfi ilə işarə olunur. Qüvvənin qolu məsafədir, vahidi metrdir. Qüvvənin vahidi isə newtondur. Qüvvə ilə qüvvə qolunun hasilinə bərabər olan kəmiyyətə qüvvə momenti deyilir. Qüvvə momenti M hərfi ilə işarə olunur, qüvvə F ilə qol dedik ki, D və ya L. Şagirdlərə mən əvvəl deyirdim ki, aşağı sinifləri keçəndə dedim ki, yadda saxlamaq üçün moment fədakar dayıdır. Uşaqlar deyir ki, yox müəllim, deyirəm, bəs necə olur? Moment fırıldaq dayıdır. Yəni, sizi fədakar bilirsinizsə, fədakar yadda saxlayın, fırıldaq bilirsinizsə, fırıldaq yadda saxlaya bilərsiniz. N bərabərdir F-dir. Qüvvə momentinin vahidi 1 Newton vurulsun metrdir. Niyə? Çünki qüvvə momenti qüvvə vurulsun qolunun hasilinə bərabərdir. Demək, qüvvənin vahidi Newtondur, qolun vahidi metrdir. Demək, uşaqlar, qüvvə momenti qüvvədən necə asılıdır? Düz. Bunun üçün gərək qol sabit olmalıdır. M-in F-dən asılı qrafikində bucağın tangensi, yəni qarşıdakı katetin bitişik katetə nisbəti nə verir? Qüvvənin qolunu verir, o da tangens sayfaya bərabərdir.
Qüvvə momentinin, qüvvə qolunun asılı qrafikində bucağın tangensi bizə lingin və ya çubuğun, cismin ucuna tətbiq olunan qüvvənin modulunu verir. Əgər qüvvə momenti sabitdirsə, F bərabərdir M böl D düsturuna əsasən, burada yazmaq olar, F bərabərdir M böl D düsturuna əsasən, M sabitdirsə, F D-dən necə asılıdır? Tərs. Burada gördüyümüz bu əyrilər, hiperbola əyrləri, bunlar tərs mütənasibliyi göstərir. Yəni, qol böyüdükcə qüvvə azalmalıdır ki, moment sabit qalsın. Burada iki dənə əyri çəkmişəm. Yuxarıdan keçən əyridə qüvvə momenti daha böyükdür. Çünki verilən nöqtələrə uyğun F-də hasili daha böyükdür. Eyni bir əyrinin üzərində isə, qüvvə momentləri bir-birinə bərabər olur. Bura qədər suallar var? Əla. Demək uşaqlar, qüvvənin qolu və momentin tapılması üçün 3 dənə nümunə göstərmişik burada. Deyək ki, uzunluğu L olan bir çəkisiz çubuq verilir. Onun ucuna F qüvvəsi təsir edir. Birinci və ikinci halda, yəni bu paralel gördüyünüz şəkillərdə qüvvələrin uzantısı hardan keçir? O nöqtəsindən. Deməli, bu qüvvələr cismi fırlada bilməz. Əgər qüvvə cismi fırlada bilmirsə, deməli onun qolu yoxdur. Ayrıca o ət çəkən maşınlar və ya ləpək çəkən maşınlar olur, əllə işləyir, görmüsünüz, onun bir qolu var. Fırladırsınız. Düşünün ki, qolu yoxdur, onu əlinizlə fırlamaq daha çətin olur. Aydın oldu? Əgər sizə verilən bir sualda, şəkildə fırlanma nöqtəsindən və ya fırlanma oxundan qüvvəyə perpendikulyar çəkmək olmursa, deməli qolu yoxdur. Qol sıfırdır. Qol sıfırdırsa, M bərabər F-D düsturuna əsasən, F-i sıfıra vuranda nə alınır? Sıfır. Deməli, qüvvə momenti də sıfır olur. Hansı qüvvələrin momenti olar? Cismi fırlada bilən qüvvələrin momenti olar. Əgər qüvvə cismi fırlada bilmirsə, momenti sıfır olur. İkinci halda isə, baxın, fırlanma nöqtəsindən qüvvənin təsir xəttinə qədər olan məsafə, yəni perpendikulyarın uzunluğu elə qüvvənin qoluna bərabər olur. D burada L-ə bərabərdir. Ona görə qüvvə momenti F vurulsun, L düsturu ilə hesablanır. C halında isə, gördüyünüz kimi uşaqlar, qüvvə ilə verilən bu məsafə bir-birinə perpendikulyar deyil, müəyyən alfa bucağı əmələ gətirir. İti bucaqdır, kör bucaq da ola bilərdir. Aydın oldu. L burada qüvvənin qolu deyil. Onda nə deməliyik? Qüvvəni uzadırıq və fırlanma nöqtəsindən həmin qüvvəyə perpendikulyar çəkirik, perpendikulyar endiririk. Onda burada iti bucağın qarşısındakı məsafə bu qüvvənin qolu olacaq, çünki qola perpendikulyardır. Qarşıdakı katetin hipotenuzda nisbəti sinus alfaya bərabərdir. Onda qüvvənin qolu D nəyə bərabər olacaq? L vurulsun sinus alfaya. Onda qüvvə momenti M bərabər F-D olduğuna görə yerinə nə yazacaq? L vurulsun sinus alfa yazacaq. Saxladırız. Tarazlığın növləri. Uşaqlar, tarazlığın 3 dənə növü var. Yenə bəzi yoldaşlar çox sevindilər. Tarazlığın 3 növü var uşaqlar. Dayanıqlı tarazlıq, dayanıqsız tarazlıq, fərqsiz tarazlıq. Bunların özlərinin ayrıca tərifləri var və buna aid nümunə göstərmişik. Dayanıqlı tarazlıq hansı tarazlıqdır uşaqlar? Cismin tarazlıq vəziyyətindən azacıq meyl etdirdikdə, kənara çəkdikdə və onu sərbəst buraxsaq, reaksiya və ağırlıq qüvvələrinin əvəzləyicisi cismi əvvəlki vəziyyətinə qaytaracaq. Bu olacaq dayanıqlı tarazlıq. İpdən asılmış, çəkisiz uzanmayan sapdan asılmış cismi kənara çəkib sərbəst buraxsaq, ipdə yaranan gərilmə qüvvəsi ilə cismə təsirinin ağırlıq qüvvəsinin əvəzləyicisi onu yenə də tarazlıq vəziyyətinə qaytaracaq. Demək, bu dayanıqlı tarazlıq oldu. Dayanıqsız tarazlıqda isə gördüyünüz kimi cismi, deyək ki, qabarıq bir cismin üzərinə, körpünün üzərinə qoysaz, mg ağırlıq qüvvəsi ilə dayağın reaksiya qüvvəsi bir-birini tarazlaşdırır. Onu azacıq meyl etdirdikdə isə reaksiya qüvvəsi və ağırlıq qüvvəsinin əvəzləyicisi cismi əvvəlki vəziyyətindən uzaqlaşdıracaq. Belə tarazlıq dayanıqsız tarazlıqdır. Başqa bir nümunə də göstərdik burada. Kub formasında olan cismi bir tiri üzərində saxlasaz və ona kiçik bir toxunuşla əvvəlki vəziyyətinə qayıtmadığını görəcəksiniz və bu da dayanıqsız tarazlıqdır. Fərqsiz tarazlıqda isə cismin eyni səviyyədə və ya müstəvi üzərində hansı tərəfə qoymanızdan asılı olmayaraq reaksiya qüvvəsi ilə ağırlıq qüvvəsi bir-birini tarazlaşdırır, əvəzləyici qüvvə yaranmır. Ona görə cisim nə əvvəlki vəziyyətinə qayıtmır,
nə də ki, əvvəlki vəziyyətindən uzaqlaşmır. Deməli, fərqsiz tarazlıqda qalır. Potensial enerji ilə bağlı nə demək olar? Cisim dayanıqlı tarazlıq halında olanda potensial enerjisi minimum olur. Çünki o cisim yerə daha yaxın olur. MGH düsturuna görə potensial enerji dayanıqlı vəziyyətdə minimum olur. Onu kənara çıxardanda yerdən uzağa hündürlüyə qalxdığına görə potensial enerjisi artır. Burada da həmçinin dayanıqsız tarazlıq halında potensial enerjisi maksimumdur. O yerə yaxınlaşdıqca potensial enerjisi azalır. C halında, yəni fərqsiz tarazlıqda isə burada hündürlük dəyişmədiyinə görə potensial enerji də dəyişmir. Sual olan var, bu qədər. Yoxsa uşaqlar, tarazlıq şərtlərinə baxaq. Tarazlığın iki şərti var. İrəliləmə hərəkəti edə bilən cism üçün tarazlıq şərti, cismə təsir edən qüvvələrin həndəsi cəmi və ya əvəzləyicisi sıfır olanda. Yadınızda da Newton birinci qanunda deyir, əvəzləyici qüvvə sıfırsa, cisim ya sükunətdə qalır, ya düzxətli bərabər sürətlə hərəkət edir. Bu da elə tarazlıq halı deməkdir. Əgər cisim fırlana bilirsə, yəni qüvvələrin təsir xətti ağırlıq mərkəzindən və ya fırlama nöqtəsindən keçmirsə, həmin cisim fırlana bilir. Onun üçün isə momentlərin cəbri cəmi sıfır olmalıdır. Bu qayda adlanır momentlər qaydası. Momentlər qaydasının, yəni momentlərin cəbri cəminin sıfır olması o deməkdir ki, hansı qüvvələr saat əqrəbi istiqamətində fırladır, onların momentini mənfi götürülür şərti olaraq. Saat əqrəbinin əksinə fırladırsa qüvvələr cismi, momentini müsbət götürür. Və bunların cəbri cəmi, yəni işarəsini nəzərə almaqla toplayanda sıfır olursa, demək bu tarazlıqdadır. M1 mənfidir, M2 müsbətdir baxılan halda, M1-i sağa keçirsək, hər ikisi müsbət, M1 M2 bərabərdir. Deməli, cismə iki qüvvə təsir edirsə və həmin cisim tarazlıqdadırsa, M1 M2 bərabər olacaq, momentlər bərabərdir. Əgər momentlər bərabərdirsə, momentlərin nisbəti nəyə bərabər olacaq? 1-ə bərabər olacaq uşaqlar. Bu aydındır. Buradan nümunə göstərmişik, uşaqlar bir çəksiz bir çubuq götürmüşük və ona 4 dənə qüvvə təsir edir. F1 qüvvəsi, F2 qüvvəsi, F3 və F4. Demək uşaqlar, birinci, baxın, statikada linklə bağlı sualları həll edən zaman ən əsas məsələ nədir? Qüvvənin qolunu düzgün təyin etmək lazımdır. Hər bir qüvvənin qolu dayaqdan və ya asıldığı nöqtədən hesablanır. F1 qüvvəsinin qolu hardan hesablanır? Dayaqdan. D1 demişik. F2-nin qolu, görürsünüz, dayaq nöqtəsindən tətbiq nöqtəsinə qədər məsafədir. F3-ün qolu yenə dayaqdan F3-ə qədər. F4-ün qolu da dayaqdan F4-ə qədər olan məsafədir. İndi müəyyən etməliyik ki, hansı qüvvə cismi hansı istiqamətdə fırladır? Saat əqrəbi istiqamətində yoxsa əksinə? Bunun bir neçə yol var demişdik. Xəyali xətt keçə bilərsiniz. Qüvvə vektorunun sonu, ox hissəsi həmin xəttə hardan yaxınsa o tərəfə fırladır. Və ya xəyali xətt çəkmirsiniz. Təkcə F1 olsa, bunu F1-dən aşağı dartsaq, F1 qüvvəsinin tətbiq olunduğu uc aşağı düşər, digər tərəf yuxarı qalxar. Deməli, saat əqrəbinin əksinə fırladır. F2 olsa, təkcə F2 ilə dartsaq, çubuğun sol tərəfi yuxarı qalxacaq, sağ tərəfi aşağı. Deməli, saat əqrəbinin əksinə. Təkcə F3-dən dartsaq, saat əqrəbinin əksinə. Təkcə F4-dən dartsaq, yəni F4 qüvvəsi ilə saat əqrəbi istiqamətində fırladacaq. Deməli, saat əqrəbinin əksinə fırladan M1 ilə, yəni F1 qüvvəsi ilə F3 qüvvəsidir, onların momentləri müsbət olacaq. Saat əqrəbi istiqamətinə fırladan F2 ilə F4-dür, onların momentləri də mənfi olacaq. Və onların işarələrini nəzərə alaraq toplamışıq. M1 üstəgəl M3, M2 üstəgəl M4 olur. M1-in əvəzinə F1 D1, M3-ün əvəzinə F3 D3, M2-nin əvəzinə F2 D2 və M4-ün əvəzinə F4 D4 yazılır.